Regionda rəsmi şəxslərin dilindən sülh notaları səslənsə də, bu yalnız onların sözlərində qalır. Bir faktdır ki, bu ana gedir Azərbaycan tərəfindən beynəlxalq hüquq pozulub və pozulmaqdadır. Təsdiqlənmiş 23 erməni əsir Bakıda qeyri-müəyyən şəraitdə saxlanılır. Dəfələrlə qeyd etmişəm ki, onların saxlanma şəraiti, səhhəti və iddia edilən məhkəmə prosesində maraqlarının müdafiəsi barədə məlumatlar qaranlıqdır demək olar ki, yoxdur. Bakıdan gələn son xəbər isə Dağlıq Qarabağın keçmiş dövlət naziri Ruben Vartanyanın vəkilindən imtina etməsi oldu. Ruben Vartanyan ailəsi vasitəsilə müdafiəçidən imtina səbəblərini açıqlayaraq, bunu vəkilin peşəkar işini yerinə yetirmək üçün şəraitin olmaması və hüquq normalarının pozulması ilə izah edib. O bildirib ki, bu şəraitdə müdafiənin bütün prosesual imkanları tükənib. Bu, absurd teatrında müdafiəçinin rolu onun arzu və səylərindən asılı olmayaraq yalnız bu prosesin formal qanunliliğini təmin etməklə məhdudlaşır. Mən bu farzda iştirak etməkdən imtina edirəm. Mənə müdafiə illüziyası lazım deyil. Mən prosesual hüquqlarımı həqiqi şəkildə qorunmasını tələb edirəm, deyə Vartanyan bəyan edib.